Salam olsun əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə və MGTV izləyicilərimizə. Demək, bu günləri PKK'nın kəndini feshetməsi bu bir tərəfdən sevindirici xəbərdir. Yəni anaların göz yaşları durdurulsun. Ancaq bu bir tərəfdən də çox təhlükəli oyundur. Mən keçən yazılarında da, verişlərində də demişdim. Türkiyəmizin üzərinə neo-Osmanizm oyunu gedir və bu Lozan anlaşmasını da pozaraq 100 ildir buna çalışırdılar. Türkiyə Cumhuriyyətimizi Anadolu Federativ Devletlər Birliyinə aparırlar. Və bu günləri bunun qapısı açıldı. Türkiyə Cumhuriyyətini Anadolu Federativ Devletlər Birliyinə aparılan yolun qapısını açdılar. PKK özünü feshetti deyəndə PKK'nın kökünü Türkiyə Silahlı Qüvvətləri Məhmədçiləri artıq qazınmışdı. Demək olar ki, yox idi. PKK kimə lazım idi ki? İsmini dəyişdilər, YPG qoydular. Rojava Kürdistanı qurdular Suriyada və yalan deməsinlər Suriyanın ərazi bütövlüyü, torpaq bütövlüyü. Suriyanı artıq bölmüşlər. Orada Gürcistan düzəldilər. Burada Kürdistan yaradırlar. Rojava Kürdistanı və Rojava Kürdistanı da ilk tanıyanlar hamısı Amerika, Fransa, İngiltərə, Yunanistan hamısı tanıyacaqdır. Türkün nə qədər Türkiyə Cumhuriyyətinin düşməni var, hamısı tanıyacaq. Suriyanın özü də. Bu dediyim o Colani o da tanıyacaqdır. Bu bir. İkincisi, bunların düşüncəsindən anayasada dəyişiklik etməkdir. Anayasada hansı anayasa? Bunlar fikirləşdikləri, düşündükləri 1921-ci il anayasasına getmək istəyirlər. Və bunu da buradan deyim ki, Türkiyə Cumhuriyyəti 1923-cü ildə qurulub. Anayasası da ilk anayasa 1924-cü ildə yazılıb. Və onu yazanlardan biri də Difainin qurucusu Azərbaycan Oğuz Türkü Əhməd Ağoğlu olub. Qazi Mustafa Kemalın da Qurtuluş Savaşı'nda müşaviri olub. Və o anayasanı yazanlardan da biri odur. Bunu da deyim biləsiniz. 1924-cü il anayasasında da Türkiyə sınırları içərisində yaşayan bütün xalqlar və millətlər eşitdir və bərabərdir. Hamısının hüquqları bərabərdir. Heç bir ayrı seçkilik yoxdur. Ancaq bunlar anayasada dəyişiklik 1921-ci il anayasasına getmək istəyirlər. Və ilk öncə bunların təklifi baxarsınız. İmralıdakı Abdullah Öcalan o APO deyilən erməni itini azadlığa buraxmaq olacaq. Sonra da anayasada dəyişikliyə gedəcəklər. Bu da çox təhlükəli oyunlardır və bunu da yaltaq medialar, satılmış medialar, elə də təriflər deyib, keçmiş əski videolar göstərirlər ki, PKK'lılar təslim olur. Bu, Məhmədçilərin əsir aldığı PKK'çılardır döyüşlərdə. O lentləri geri fırlayıb xalqın beyninə montiv edirlər. Damarlarında əsl türk qanı axan turancılara, türkçülərə deyirəm. Bizim türk ideologiyamız, türkçülük ideologiyamız. Türk olmayanlar üçün çox təhlükəlidir. Bunu da onu biləsiniz. Mücadiləmiz də sonuna kimidir. Türkiyə Cumhuriyyətini də, türklüyümüzü də, millətçiliyimizi də sonuna kimi mücadilə edib qoruyacaq. Allaha amanət olun. Nə mutlu türküm deyənə.